tahminen 10.521 hektar ve 16 bölgede tütün ekimi yapılan bir respublikada ve vaktiyle 65.000 ton istisal olunmuş bir sektörün canlanması için elimizden geleni yapmaya çalışırıq. Bu sözləri Əli Efsen deyir, keçmiş tütün kombinatının hazırki başçısı, amma bununla yanaşı Azərbaycanda məhkəmənin qəbul etdiyi qərarı da qanunsuz sayır. Biraz əvvələ qaydaq. Əgər xatırlayırsınızsa, 1996-cı ildə Erciyes Tobacco Bakı Qapalı Tipli Səhmdar Cəmiyyətinə çevrilmiş, Bakı Tütün Kombinatının güya könüllü işdən azad edilmiş 648 nəfər işçisi ötən il şikayət ərizəsi ilə Nizami rayon məhkəməsinə müraciət etdi və hakimiyyətin 3-cü qolu belə bir qərar çıxardı ki, işdən kənarlaşdırılan fəalilərin hamısı işə bərpa olunmalıdır. Üstəlik, 8 ay məcburi iş buraxdıqlarının müqabilində onlara pul ödənilməlidir. Amma cavabdeh tərəf qərarın icrasından 8 ay vaxt keçsə də sadəcə olaraq onu qəbul etmir. Əvvəllər səhmlərin 45%-nə sahib olan Erciyes Tobacco Bakının meneceri Semxud bunu qanunlardan və qərardan bir xəbər olması ilə izah edirdisə, indi səhmlərin əksər hissəsinin sahibinə çevrilən Star firmasının prezidenti Əli Efsen cənabları işə bərpa haqqında məhkəmə qərarını düzgün saymır. Sən demə, Azərbaycanda məhkəmə məsələ ilə bağlı qərar çıxararkən nə daxili, nə də beynəlxalq qanunları nəzərə almayıb. Məsələ ilə bağlı Ali Məhkəməyə müraciət etdiklərini deyən Əli bəy, 648 nəfərin təkrar işə dönməsinə ehtiyac duysa da, fəhlələrin öz ərizələri ilə işdən könüllü getdiklərini və bunun müqabilində 6 aylıq kompensasiya aldıqlarını xatırlatdı. Ayrıca işçilerin, işten çıkmış olan işçilerin içerisinde çoklu profesyonel işçiler var. Biz bunların hepsinden istifade edeceğiz. Yeni adamların yetiştirilmesi büyük bir zaman talep eder. Buna gerek de yok. Bununla yanaşı Qapalı Tipli Səhmdar Cəmiyyəti təmsil edən nümayəndələr fəhlələri əlində birləşdirə bilən qüvvələrin olduğunu da dedilər. Bu qüvvələr isə kombinatı öz qanunsuz maraqları üçün işlətmək istəyirlər. Bu yüzden də hər vasitə ilə investorlara mane olmağa çalışırlar. Onların istediği hep örgəşiklər orada dağıtsınlar. Örgəşiklər oğruluq eylesinler. Örgəşiklər kanunsuz bir şekilde işlesinler. Bu artık yoktur. Sualımı cevaplandıran Əli Efsen hesab edir ki, hazırda